Şabran şəhəri Firuddin bəy Köçərli küçəsində yaşayan sakinlər problemlərinin ictimaiyyətə çatdırılması üçün Bakonyusun redaksiyasına müraciət ediblər. Sakinlərin sözlərinə görə sözügedən küçə şəhərin 5 sotlar massivi adlanan ərazisində yerləşir və mərkəzə ən yaxın küçələrdən biri olmasına baxmayaraq, burada hələ də elementar infrastruktur problemləri həllini tapmayıb. Sakinlər bildirirlər ki, küçədə nə normal yol var, nə də kanalizasiya sistemi mövcuddur. Kanalizasiya sularının birbaşa küçələrə axıdılması ciddi antisanitar vəziyyət yaradıb. Bu isə təkcə gündəlik yaşayışı çətinləşdirmir, eyni zamanda müxtəlif xəstəliklərin yayılması riskini də artırır. Onların sözlərinə görə, xüsusilə yay aylarında ərazidə yaranan üfunət iyindən küçədə dayanmaq belə mümkün olmur. Digər ciddi problemlərdən biri isə yolun olmamasıdır. Sakinlər bildirirlər ki, yolun yararsız vəziyyətdə olması xüsusilə xəstə və yaşlı insanların vəziyyətini daha da ağırlaşdırır. Zəruri hallarda təcili tibbi yardım avtomobillərinin əraziyə daxil olması belə çətinləşir. Qış aylarında isə palçıq və keçilməz yollar səbəbindən vəziyyət daha kritik həddə çatır. Sakinlərin sözlərinə görə maraqlı məqam ondan ibarətdir ki, 5 sotlar massivində şəhər mərkəzinə ən yaxın küçələrdən biri olan Firuddin bəy Köçərli küçəsi bu problemlərlə üzləşdiyi halda, ərazidə yerləşən daha uzaq küçələrə yol və kanalizasiya xətləri çəkilib. Onlar isə nədənsə bu prosesdən kənarda qaldıqlarını bildirirlər. Sakinlər qeyd edirlər ki, problemlə bağlı dəfələrlə Şabran rayon icra hakimiyyətinin başçısına, deputata, yerli bələdiyyəyə, yerli icra nümayəndəliyinə və Şabran su meliorasiya sistemlərinin istismarı idarəsinə müraciətlər ediblər. Lakin onların sözlərinə görə bu müraciətlərə indiyədək real reaksiya verilməyib. Sakinlər ümid edirlər ki, məsələ ictimaiyyətə çatdırıldıqdan sonra problemin həlli istiqamətində addımlar atılacaq. Qeyd edək ki, Bakonyus olaraq məsələ ilə bağlı adı çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq. Mövzu diqqətimizdədir. Xəstən oldu, qışdı ki, burada xəstələnməyəsən. Xəstələndi qurtardı. Ambulans gələ bilmir. Baxın. Aşağı tərəfdə ana xət gedir, kanalizasiya sistemi. Aşağı xətdə. Aşağıdadır. Oradan çəkilə bilər. Çəkən yoxdur. Baxın da, xahiş edirəm, bizə kömək edin. Artıq dərəcədə bizə kömək edirsiniz. Bunu ictimailəşdirəsiniz ki, bizə köməklik edib kanalizasiya sistemi çəksin, yol çəkilsin, yol təmir olunsun. Yəni biz özümüz də çəkib yolu kömək edə bilərik, düzəldə bilərik. Amma ki, əsas bizə kanalizasiya sistemi ki, qalmışıq, çətin vəziyyətdə qalmışıq.